Mövzumuz iqtisadi inkişafın istiqamətləri, davamlı inkişaf, yəni investisiya mühiti olacaqdır. Başlayırıq davamlı inkişafla. Davamlı inkişaf nə deməkdir? Deməli, davamlı inkişaf konsepsiyası dünyada bilirik ki, faydalı qazıntılar get-gedə tükənir və bunlara qənaət etmək məqsədi ilə yaradılmış bir konsepsiyadır, qəbul edilmiş bir konsepsiyadır. 1992-ci ildə Braziliyanın Rio de Janeiro şəhərində 172 dövlət başçısının iştirakı ilə keçirilmiş bir konfransda davamlı inkişaf konsepsiyası qəbul edilmişdir. Bunun məqsədi təbii ehtiyatlar tükənir deyə həmin tükənən təbii ehtiyatlar da gələcək nəsillərə çatmayacağı üçün gələcək nəsillər üçün təhlükəsiz bir mühit yaratmaqdır. Və davamlı inkişafın modelləri var. Deməli, sosial inkişaf tərkibinə daxildir. İqtisadi inkişaf, bir də ekoloji inkişaf. Sosial inkişaf nədir? İnsan hüquqlarının qorunması, əhalinin iş yerləri ilə təmin olunması, iqtisadi inkişaf, iqtisadi artıma nail olmaq, yeni az tullantılı və tullantısız texnologiyaların tətbiqi, bu da təbii ki, ölkənin deməli, iqtisadi inkişafı puldan asılıdır əsasən. Ekoloji inkişaf, bioloji aləmin qorunub saxlanılması və ekosistemin bərpası. Bir də Çernobıl AES-də qəza göstərilib və Çernobıl AES bilirik ki, 1986-cı ildə Ukraynanın Çernobıl atom elektrik stansiyasında qəza baş verir və bu da təbiətə bir sıra sosial, iqtisadi və ekoloji problemlər yaradır, gətirir. İqtisadi problemlər nələrdir? Regionda enerji böhranı baş verir. İstehsal sahələrinin fəaliyyəti dayandırılır. Çünki bilirik ki, əgər bir ərazidə atom elektrik stansiyası partlayıbsa, orada çox güclü radiasiya yayılır. İşsizlik yaranır, radioaktiv şüalanma xəstəliklərin yaranmasına səbəb olur və radioaktiv ekoloji problem nədir? Deməli, işsizliyin yaranması, radioaktiv şüalanmanın xəstəliklərə səbəb olması bunlar sosial problemdir. İnsanlarla bağlı olan problemlər sosial problemlərdir. Dövlətin iqtisadiyyatı ilə əsasən onun gəliri ilə bağlı olan problemlər isə iqtisadi problemlərdir. Bir də ekoloji problemlər var, yəni ekoloji mühitə zərər verən nələr oldu? Radioaktiv şüalanma nəticəsində bitki və heyvanlar aləmi məhv oldu və əhali ekoloji miqrasiyaya məruz qaldı. Deməli, bu kimi pis tərəfləri var. İnsanlara çox mənfi təsir göstərən xüsusiyyətləri olur bu elektrik stansiyasının. Atom elektrik stansiyası isə nüvə faydalı qazıntısı ilə işləyir. Yəni nüvə enerjisi ilə işləyir. Bunun üçün də radioaktiv maddələr lazımdır. Məsələn, urandır, toriumdur. Bu kimi radioaktiv maddələrin də çıxarılması məsələ həmin faydalı qazıntıların çıxarılmasına aiddir. Davamlı inkişafa nail olmağa yollar. Yəni biz atom elektrik stansiyasını fərqli, ona alternativ olaraq başqa alternativ enerji mənbələrindən istifadə edə bilərik. Davamlı inkişafa nail olma yolları nələrdir və onun üçün görülən tədbirlər hansılardır? Kadr potensialından istifadə, yeni iş yerlərinin yaradılması, kadrların ixtisasının artırılması. İstehsal prosesini təşkil etməliyik. Bunun üçün istehsal prosesinin təşkilində hansı amillər nəzərə alınır? Təmərküzləşmə, kooperativləşmə və kombinləşmə. İstehsal prosesini təşkil etmək üçün təmərküzləşmə olmalıdır, yəni istehsalın iri müəssisələrdə cəmləşməsi və yaxud da bütün istehsal müəssisələrinin bir mərkəzdə cəmləşməsi. Kooperativləşmə bir məhsulun istehsalı üçün bir neçə müəssisənin birləşməsidir. Kombinləşmə də bir kombinatın içərisində bir məhsulun istehsalı üçün bütün sahələrin, yəni bütün ona lazım olan materialların olmasıdır. Yəni bir kombinatda cəmləşməsidir. Yeni texnika və texnologiyaların tətbiqi, avtomatlaşdırma, kompüterləşdirmə, kosmikləşmə, modernizasiya və s. Təbii ehtiyatlardan istifadə, alternativ enerjilər mənbəyindən istifadə, yeni süni materialların tətbiqi. Alternativ enerji bayaq qeyd etdiyimiz günəş enerjisidir, külək enerjisidir, qabarma enerjisidir. Bunlardan istifadə etmək geotermal enerji mənbələridir. Bunlar alternativ enerji mənbələridir. Ekoloji vəziyyətin qorunub saxlanılması, tullantısız və az tullantılı texnologiyaların tətbiqi.
Deməli, burada iqtisadi inkişafın istiqamətləri göstərilir. Yəni iqtisadi inkişafın modelləri. Biri ABŞ modeli, Qərbi Avropa modeli, Yaponiya modeli, bir də burada qeyd eləyəcəyik birazdan Çin modelini. ABŞ modeli nə cürdür? ABŞ modelində cəmiyyətin iqtisadi inkişafında dövlətin rolu əhəmiyyətli dərəcədə azdır. Yəni dövlət cəmiyyətin məsələlərinə qarışmır. Burada dövlətin rolu azdır. ABŞ tarixən formalaşması ilə əlaqədardır. Ölkəyə gələn ilk mühacirlər Avropada qanun və dini təqiblərdən qaçan azadlıqsevər insanlar idi deyə ABŞ-ın deməli iqtisadi inkişaf modeli bu şəkildə formalaşıbdır. ABŞ-ın hazırki azad bazar iqtisadiyyatı da məhz bu prinsiplər əsasında qurulmuşdur. Deməli, nə oldu ABŞ modelində? Dövlətin rolu azdır. Dövlət burada əsasən təhlükəsizlik tədbirləri ilə məşğul olur. Təhlükəsizlik məsələləri ilə, ordu ilə, bu kimi məsələlərlə məşğul olur. Yəni sosial əhaliyə qarışması çox azdır. Əhali çox azaddır burada. Qərbi Avropa modeli iqtisadiyyatın formalaşmasında monarxiya quruluşuna xas olan prinsiplər təsir eləmişdir. Çünki bilirik ki, böyük coğrafi kəşflərdə əsasən onların bu şəkildə irəliləyirdi prinsipləri. Yəni monarxiya dövlətləri idi əsasən. Ə, Necə müstəmləkələri olurdu həmin Qərbi Avropa ölkələrinin və ondan bəri də əsasən monarxiya quruluşunda formalaşıb və monarxiya bunun iqtisadiyyatının formalaşmasına təsir göstəribdir. Ölkələrin iqtisadi və sosial həyatında dövlətin rolu yüksəkdir. ABŞ-ın əksinə olaraq burada dövlətin rolu yüksəkdir. Region ölkələrinin yüksək inkişafına inteqrasiya əlaqələrinin daha sıx və əmək intizamının ciddiliyi səbəb olmuşdur. Deməli, inteqrasiya əlaqələri daha sıxdır və əmək intizamı da ciddidir. Dövlətin rolu əsasən Qərbi Avropada insanların sosial rifahının yaxşılaşdırılması yönümündədir. Yaponiya modeli. Yaponiya iqtisadiyyatının formalaşmasında ölkənin adada yerləşməsi və digər dövlətlərdən təcrid olunması təsir göstərmişdir. Bu prinsip ölkə iqtisadiyyatının idxal və ixrac əməliyyatları üzərində qurulmasına səbəb olmuşdur. Çünki Yaponiyanın heç bir faydalı qazıntısı yoxdur və bütün faydalı qazıntıları, bütün xam mal ehtiyatını alır, özü istehsal edir onu, emal edir və satır. Bununla da onun iqtisadiyyatı nə üzərində formalaşır? İdxal və ixrac, yəni almaq və satmaq əməliyyatları üzərində formalaşır. Nəticədə iri sənaye müəssisələrinin liman şəhərlərində yerləşməsinə, formalaşmasına gətirib çıxarır. Yəni bu hər bir şeyi alırdı ya, aldığı faydalı qazıntıları da okean vasitəsilə liman bölgələrindən əldə etdiyinə görə liman şəhərləri daha yaxşı inkişaf edibdi və iri sənaye müəssisələri liman şəhəri ətrafında cəmləşibdi. Həmçinin Yaponiyanın bu ixal-ixrac əməliyyatları Sakit Okeanın, Atlantik Okeanından sonra dünyada rolunun artmağına səbəb olub. Yəni bu nəqliyyat əlaqələrində Sakit Okeanın rolunun xeyli bir artmasına səbəb olubdur. Beynəlxalq iqtisadi münasibətlərin əsas formaları hansılardır? Beynəlxalq iqtisadi münasibətlərdə birinci xarici ticarətə baxaq. Xarici ticarət nə deməkdir? Xarici ticarət əlaqələrin qədim formasıdır. Deməli, bu xarici ticarət qədim formadır. Xarici ticarətin mühüm göstəricilərindən biri də ticarət balansıdır. Ticarət balansına saldo deyilir. Nə deməkdir? Yəni ölkənin satdığı ilə aldığı, ixrac etdiyi ilə idxal etdiyi məhsulların dəyərləri arasında fərqdir. Əgər bir ölkənin saldosu mənfidirsə, deməli bunun aldığı mal, yəni idxal etdiyi mal, ixrac etdiyi maldan daha çoxdur. Əgər saldo müsbətdirsə, deməli bunun ixrac etdiyi mal, yəni satdığı mal, aldığı maldan daha çoxdur. Dəyəri daha çoxdur. Deməli bu zaman nə yaranır? Ən çox ölkənin ixrac etdiyi məhsulların dəyəri, yəni saldosu nə zaman daha çox olur? Ölkə emal edici sənaye məhsulları satırsa, bu zaman daha çox olur. Bunlar da emal edici sənaye məhsulları satan ölkələrdə müsbət olur və bu əsasən inkişaf etmiş ölkələr üçün xarakterikdir. Sadəcə onların da içərisində iki dənə istisna var, onu da deyəcəyik. Amma kənd təsərrüfatı məhsullarını satan kasıb ölkələrdə, daha çox xam mal satan kasıb ölkələrdə saldo mənfi olur. Bunların aldıqları daha çox olur. Aldığı mallar satdıqlarından daha dəyərli, qiyməti daha
çox olur. Və burada bir dənə istisnalar var. Fransa ilə ABŞ. Deməli, Fransa ilə ABŞ-ın ticarət saldosu olacaqdı mənfi. Nəyə görə? Çünki bunlar öz ölkəsindəki insanları yaxşı yaşatmaq üçün, rifahını yaxşı saxlamaq üçün aldıqları mallar daha çox olur. Yəni aldıqları məhsullar daha çox olur. Ona görə bunların ticarət saldosu mənfidir. Kapital ixracı nədir? Maliyyə kredit münasibətləri son illər mühüm formaya çevrilib. Bir ölkənin başqa ölkəyə kredit və ya səhm verməsi investisiya qoyuluşu adlanır. Kreditlər, səhmlər, investisiyalar kapital ixracına aiddir. Kapital nədir? Puldur. Kredit puldur, səhm vermək puldur. Məsələn, şirkətin müəyyən bir hissəsini satmaqdır. Sonra investisiya qoyuluşu. Bir əraziyə sən investisiya qoyursan. Tutaq ki, məsələn, Sokar şirkəti Azərbaycanda, Sokar şirkəti öz filiallarını əvvəllər deməli Ukraynada açırdı, sonra Gürcüstanda, Türkiyədə öz filiallarını açır və bu kimi ölkələrdə pul qoyur, öz filialını açır və ondan o açdığı filialdan da gəlir əldə edir. Pul qoyur, pul götürür. Pul qoyur, pul götürür. Bu nə deməkdir? Kapital ixracıdır, investisiyadır. Elmi-texniki əməkdaşlıq iqtisadi əlaqələrin yeni formasıdır bu. Xarici ticarət qədim formasıdır, amma elmi-texniki əməkdaşlıq iqtisadi əlaqələrin yeni formasıdır. Elmi-texniki informasiyaların, patent, lisenziya, texniki sənədlər, qabaqcıl texnologiyaların beynəlxalq səviyyədə mübadiləsidir. Məsələn, bir kimsə və yaxud da bir dövlət nəsə kəşf edibdir. Bu kəşf elədiyi şey mütləq onun patenti alınmalıdır. Patenti də dünyada bəzi dövlətlər verir. Bunlardan ən məşhuru da ABŞ-dır. Məsələn, tutaq ki, Çin nəsə kəşf eləyibdi, yeni ixtira eləyibdi. Bu gedib ABŞ-dan patentini almalıdır. Patent nədir? O məhsulun mənə aid olduğunu bildirən sənəddir. Yəni onu mənim ixtira elədiyimi bildirən sənəddir. Patent aldıqdan sonra artıq onu dünya bazarına çıxara bilər. Kompensasiya, ödəmə sazişi son illərdə ölkələr arasında mühüm iqtisadi əlaqə formasına çevrilmişdir. Bu əlaqə formasının mahiyyəti ondan ibarətdir ki, müəyyən ölkənin krediti hesabına təsərrüfat obyektləri tikilir, hazır məhsul hesabına sonralar həmin kreditlər ödənilir. Buna deyirlər kompensasiya. Tutaq ki, Almaniya gəlibdi, Qubada bir dənə alma fabriki açıbdı. Məsələn, Azərbaycana kömək eləyibdi. Qubada bir dənə alma fabriki açıblar. Yəni o da buna kredit verib də, kredit hesabına. Amma bunu qaytaran zaman, həmin bu onun kömək elədiyi məbləği qaytaran zaman onu pulla yox, elə hazır məhsul hesabına qaytarırlar. Yəni həmin məhsul hesabına onu həmin o krediti geri qaytarırlar ki, tutaq ki, alma fabriki açılıb, ondan qazanılan almaların hesabına, yəni ondan o fabrikdə istehsal olunan almaların hesabına bu kreditləri qaytarırlar ki, buna da kompensasiya deyilir. Yəni pul yox, hazır məhsul hesabına həmin kreditlər ödənilir. Yəni, məhsulu aldıqdan sonra, istehsal edildikdən sonra o krediti ödəyirlər onun hesabına. Müxtəlif növ xidmətlərin göstərilməsi, bu da deməli görünməz ixracatdır. Bu xidmət göstərilməsidir. Məsələn, tutaq ki, turist gəlir Azərbaycana. Ona əgər biz müxtəlif növ xidmətlər göstəririksə, bu adlanacaq görünməz ixracat. Görünməz ixracatı biz qeyd eləmişik, bu turizmdir. Turizm. Görünməz ixracat, məsələn, turizm sənayesi, turizm təsərrüfatı daha doğrusu. Beynəlxalq istehsal əlaqələri müəyyən məhsul istehsalında dövlətlərin birgə iştirakidir. Biz keçmişik ki, kooperativləşmə nə deməkdir? Kooperativləşmə bir məhsulun istehsalında bir neçə müəssisənin birlikdə fəaliyyətidir. Bir neçə müəssisənin iştirakidir. Amma beynəlxalq istehsal əlaqələri daha genişdir. Burada artıq bir məhsulun istehsalında müəssisələr yox, dövlətlərin birgə iştirakidir. Bu istehsalın ixtisaslaşması və kooperativləşməsindən aparılır. Beynəlxalq turizm hansı ərazilərdədir? Turizm ehtiyatları təbii ki, daha geniş olan həm isti, həm də dəniz sahili bölgələrdə Aralıq dənizi, Baltik dənizi, Qara Karib dənizləri, Alp ölkələrində dağ turizmidir. Alp dağlarında yerləşən, məsələn, Avstriya, İsveçrə, sonra İtaliyanın şimalı və s. Cənubi Amerika sahilləri, Kanar, Maldiv, Baham adaları, Okeaniya və s. Bu da aid olduğu beynəlxalq turizmə.
İqtisadi inkişafın səviyyəsi. İqtisadi inkişafın səviyyəsinin meyarları, əmək məhsuldarlığı, sənayedə elm tutumlu sahələrin payı, dünya bazarında rəqabətə davamlı məhsulun istehsalı, bir də ixracda elm tutumlu məhsulların payı. Baxaq birincidən əmək məhsuldarlığı o deməkdir ki, əgər biz bir müəssisədə işləyiriksə və bizim tutaq ki, iş saatımız 6 saatdır və yaxud da 8 saatdır. Bizim iş saatımız nə qədərdirsə, biz onda həmin müəssisəyə bir xeyir verməliyik. Yəni iş saatı müddətində boş-boş durmamalıyıq. Ya müəssisəyə, ya dövlətə bir xeyir verməliyik. Bu əmək məhsuldarlığıdır. Sənayedə elm tutumlu sahələrin payı. Elm tutumlu sahələr payı yüksək olmalıdır. Yəni ölkədə elm tutumlu məhsulların istehsalı daha yüksək olmalıdır. İxracda da, baxın, sonuncuda ixracda da elm tutumlu məhsulların payı yüksək olmalıdır. Məsələn, varlı ərəb ölkələri. Ərəb ölkələri varlıdır, çox varlıdır. Amma onlarda elm tutumlu sahələrin payı yüksək deyil. Elm tutumlu sahələr, elm məhsulları, elm tutumlu məhsullar ixrac olunmur. Onlarda neft məhsulları ixrac olunur. Bu da onların iqtisadi inkişaf səviyyəsinin təbii ki, altda olmasının göstəricisidir. Dünya bazarında rəqabətə davamlı məhsul istehsalı, rəqabət, tələb, təklif, bazar iqtisadiyyatında rəqabət biz bu anlayışları artıq bilirik və oradan tanışıq ki, rəqabətə davamlı məhsul istehsal eləməliyik ki, o bazarda qala bilsin. Yəni əgər biz rəqabətə davamlı məhsul istehsal eləməsək, onu alan da çox az olacaqdır. Məsələn, mən bir maşın markası istehsal etmək istəyirəm. Bu maşın markasını elə maşın markası seçməliyəm ki, elə bir marka yaratmalıyam ki, bu bazarda hal-hazırda olan çox bərk gedən o maşınlarla rəqabətə girə bilsin ki, o özünü saxlaya bilsin. Yəni rəqabətə davamlı olsun. Məsələn, BMW-dir, Mercedes-dir, bu kimi maşınlarla rəqabətə davamlı olmalıdır. Holland sindromu nədir? Holland sindromu zamanı təbii sərvətlərdən asılılıq yaranır və istehsal sektoru zəifləyir. Yəni ölkə yalnız bir təbii sərvətdən asılılığı yaranır və bu bir təbii sərvətdən asılılıq yaranan zaman başqa iqtisadiyyatın başqa sahələrinin inkişafı dayanmağa başlayır. Və təbii sərvətlərin satışından əldə olunan gəlirlər iqtisadiyyatda süni canlanma yaradır. İlk dəfə 1960-cı ildə Hollandiyada təbii qazın satışı ilə əlaqədar olaraq digər sahələr tənəzzül uğrayır. Deməli, təbii qaz canlanma yaradır və digər sahələr tənəzzül uğrayır. Bu nədir? Holland sindromudur. O vaxtdan bu hadisəyə Holland sindromu deyirlər. Məsələn, Azərbaycanda da ən güclü neftdir, neft sənayesidir. Digər sahələr onun kölgəsində qalır. Digər sahələr tənəzzülə uğrayırsa, bu Holland sindromu adlanır. Burada ABŞ modeli, Yapon modeli, Alman modeli və Çin modeli göstərilibdir. Bayaq biz ABŞ modelinə baxdıq. Nə deməkdir? Burada dövlət mülkiyyətinin həcmi azdır. Ticarətdə məhdudiyyət yoxdur. Bütün sahələrdə yüksək səviyyəli innovasiya tətbiq olunur. Daxili və xarici bazarın həcmi genişdir, böyükdür. İnhisarçılığa yol verilmir. İnhisarçılıq nədir? Sən bazara elə məhsul çıxartmalısan ki, rəqabət yaransın. Amma bəzi Azərbaycanda məsələn inhisarçılıq çoxdur. Bəzi məhsullar var ki, bunları sadəcə bir neçə nəfər gətirir, satır və burada rəqabət yaranmır. Bu inhisarçılıq deməkdir. İnhisarçılığa ABŞ-da yol verilmir. Kiçik sahibkarlıq dəstəklənir. ABŞ-da kiçik sahibkarlıqdır. Buna diqqət edək. Kiçik sahibkarlıq dəstəklənir. Az təminatlı ailə əhali normal həyat tərzinə malikdir. ABŞ-ın az təminatlı ailəsi bizim üçün, Azərbaycan ailəsi üçün, yəni çox varlı bir ailədir. Onların yaşam tərzinə baxanda. Yəni az təminatlı ailə belə normal təmin olunur. Dünya bazarında lider mövqeyə malik olan Yaponiyadır, Yapon modelidir. Lider mövqeyə malikdir. İri şirkətləri mövcuddur. Kiçik biznesə daha çox investisiya qoyulur. ABŞ-da kiçik sahibkarlıqdır, Yaponiyada kiçik biznesdir. Milli məqsədlər naminə dövlət və qeyri-dövlət strukturları arasında qarşılıqlı əlaqə vardır. Bu Azərbaycanda tutaq ki, biz gedirik bir xarici ölkəyə. Azərbaycanda bir-birimizi qırsaq da, gedirik xarici ölkədə bir-birimizi görəndə orada dəstək olmağa çalışırıq bir-birimizə.
Yapon modelində də insanlar belədir. Bir-birlərinə dəstək olmağa çalışırlar. Çünki özlərindən başqa heç kəsləri yoxdur deyə Yaponiya bilirik ki, ada dövlətidir və təcrid olunmuş, qitələrdən təcrid olunmuş vəziyyətdədir. Ada dövlət olduğuna görə. Ona görə bir-birlərinə daim dəstək olmağa çalışırlar və insan amili burada yüksəkdir. Daimi işlə təminat var. Daimi işlə təminata zəmanət verilir və bütün sahələrdə uzun müddətli planlaşdırılma var. Alman modeli dövlət mülkiyyətinin rolu burada çoxdur. Dövlətin bazar iqtisadiyyatına təsiri güclüdür. Yəni dövlət bazar iqtisadiyyatına təsir edir. Bazar iqtisadiyyatı sosial yönümlüdür, yəni insanlara yönəlikdir və tənzimlənir dövlət tərəfindən. İqtisadi göstəricilər proqnozlaşdırılır. İqtisadi göstəricilər də burada da proqnozlaşdırılır. Yaponiyada da uzun müddətli planlaşdırılma var. Əhalinin əmək haqlarında fərq böyük deyil. Yəni Alman modelində əhalinin əmək haqlarında fərq böyük deyil. Çində dövlət planlaşdırılması ilə bazar münasibətlərinin uyğunluğu mərkəzləşdirilmişdir. Dövlət sektorunun payı böyükdür burada da. Məsələlərarası əlaqə sıxdır. Çin bizim bildiyimiz elə bil keçmiş Sovetin yeni formasıdır. Sosialist qurumun yeni formasıdır və Çində o boyda əhalini dövlət bir arada saxlamaq üçün bu tədbirləri həyata keçirir. Yəni əhaliyə diktə eləyir, onları eyni səviyyədə saxlayır. Çox aralarında böyük fərqlər olmur. İnvestisiya mühiti. İnvestisiya nədir? Müasir iqtisadiyyatın tərkib hissələrindən biridir və investisiya gəlir əldə etmək üçün qoyulan kapitaldır. Bayaq qeyd etdiyim kimi, məsələn, tutaq ki, investisiya qoyuram, hər hansı bir ərazidə nəyisə bir filialını açıram və yaxud da ondan pul qoyuram, pul götürürəm, ondan kompensasiya alıram. Yəni bunların hamısı investisiyadır. Bir əraziyə gəlir qoymaq, ondan xeyir götürmək investisiyadır. Beynəlxalq təşkilatlar. Beynəlxalq təşkilatları göstərək bunlar banklardır əsasən hardadılar? Beynəlxalq Valyuta Fondu üzv ölkələrə kreditlər verir, fəaliyyət istiqaməti bu yöndədir. Beynəlxalq ticarətin genişlənməsinə imkan yaradır, valyuta mübadiləsini tənzimləməyə kömək edir. Bunun mərkəzi, yəni baş qərargahı Vaşinqtondadır, ABŞ-ın ərazisində. ABŞ-ın paytaxtı Vaşinqtonda. Asiya İnkişaf Bankı şərq ölkələrinin iqtisadiyyatının inkişafına yardım göstərir. Bunun da mərkəzi Filippinin Manila şəhərindədir. Filippinin paytaxtı Manilada. İslam İnkişaf Bankı isə müsəlman ölkələrinə iqtisadi və sosial inkişafına yardım göstərir. Bu da Səudiyyə Ərəbistanının Ciddə şəhərindədir. Bir də lizinq, sığorta, holdinq, korporasiya, aktivlər və passivlər alt başlıqlarını görürük. Lizinqdən danışmışıq. Bundan deməli məlumatımız var. Kredit, lizinq nədir? Biz bu gün baxacağıq holdinq, korporasiya, aktivlər, passivlər anlayışına. İlk öncə Azərbaycana investisiya qoyuluşuna baxaq. Azərbaycan Respublikasının müstəqilliyini elan etdikdən sonra iqtisadiyyatına 120 milyard ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur. Yəni xarici investisiya qoyulmuşdur və ölkədə təsərrüfatın müxtəlif sahələrinə qoyulan xarici investisiyalar Dünya Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Azərbaycan deməli, İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Azərbaycan ərazisində sənaye və kənd təsərrüfatına qoyulan investisiyaların adam başına düşən həcmi müxtəlifdir. Baxaq görək hansı iqtisadi rayonlarımıza daha çox və hansı iqtisadi rayonlarımıza daha az investisiya qoyulubdur. Bilirik ki, 14 dənə iqtisadi rayonumuz var. Bunlardan ən çox investisiya qoyulan Bakı iqtisadi rayonudur. Bundan başqa daha doğrusu bundan sonra gələn Abşeron-Xızı iqtisadi rayonudur. Daha sonra Şirvan, daha Quba Xaçmaz, Dağlıq Şirvan, ondan sonra Şirvan Salyan, Şəki-Zaqatala görürük. Deməli, Qazax Tovuz. İkinci yerdə göstərəcək Abşeron xızı ilə birlikdə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı da. Çünki bunlara da investisiya qoyulur. Nəyə görə? İşğaldan sonra bu ərazilərimiz inkişafı üçün. Necə oldu? Birinci yerdə Bakı, daha sonra bu ərazilərimiz Abşeron xızıdır, Qarabağdır, Şərqi Zəngəzurdur, Naxçıvandır. Ondan sonra Quba Xaçmaz, Dağlıq Şirvan, Gəncə Daşkəsən, Mil Muğan, daha doğrusu Şirvan Salyan, Şəki Zaqatala, Qazax Tovuz. Ən az investisiya qoyulan isə Mil Muğan, Mərkəzi Aran və Lənkəran Astaradır.
Holding və korporasiyalar. Holding nədir? Holding iri içərisində iri şirkətlər olur. Yəni müəyyən bir məqsəd üçün yaradılırlar. Əsasən holdinqlər bazarın yeni sahələrini işğal etmək, yaxud xərcləri azaltmaq üçün təsis olunurlar. Qeyd etdiyimiz kimi hər iki amil şirkətin dəyərini, onun kapitallaşmasını yüksəldir. Kapital nədir? Puldur. Lakin uğur qazanmaq üçün holdinqin yalnız idarə şirkəti deyil, bütün sistem, idarə şirkəti və digər kiçik şirkətlərin hər birinin birlikdə çalışmasıdır. Holdinq iki və ya daha çox şirkət və müəssisələrin birliyidir. Holdinq istehsal prosesi deyil, maliyyə menecmenti, marketinq kimi sahələrlə məşğul olur. Korporasiya nədir? Korporasiya müəyyən məqsədə çatmaq üçün yaranan birliklərdir. Korporasiyalar dünya təsərrüfatının formalaşmasında iştirak edirlər. Məsələn, Microsoft korporasiyası dünyaya interneti pulsuz paylayır. Yəni ABŞ-dan bütün dünyaya internet pulsuz paylanır. Biz pulu kimə ödəyirik bəs? Wi-Fi-yə pul ödəyirik hər ay. Kimə ödəyirik? Bunu interneti bizə gətirib çatdıranı ödəyirik. İnternetin özü pulsuzdur. İnterneti kim gətirib bizə çatdırırsa, biz pulu ona ödəyirik hər ay. Aktivlər və passivlər anlayışı pul qazanmaq bir elmdir. Onu məktəbdə öyrətmirlər. Pul qazanmağın sirlərini bilən insanlar dünyada əhalinin yalnız neçə faizini təşkil edir? 1%-ni təşkil edir və pul qazanmağın yollarını bilmək üçün iki maliyyə terminini bilmək və onlara əməl etmək lazımdır. Bunlardan birincisi aktivlər, ikincisi passivlərdir. Aktivlər nədir? Aktivlər insana əlavə maliyyə vəsaiti gətirir. Bunlar əmlak, bank hesabları, biznes, səhmlərdir. Passivlər insandan əlavə pul qoparır. Yəni onlar həyati əhəmiyyəti olmayan bahalı əşyalar, kreditə götürülmüş telefon, avtomobil, brend geyim və s.dir. Aktivlər pul qazanmağın yolunu bilən həmin şəxslər əlinə pul keçəndə gedir bunu verir, bir torpaq sahəsi alır, bank hesabına yatırır, oradan depozit əldə edir, biznes qurur özünə hər hansı, səhmlər formalaşdırır. Bunlar puldan pul qazanan şəxslərdir. Yəni əlinə düşdüyü pulu boş yerə xərcləmir. O pulu elə bir şeyə yatırır ki, ondan ona xərclədiyi puldan da artığını qazanır. Passivləri isə pulu daha dəyərsiz, dəyərini itirən və ona heç bir fayda gətirməyən şeylərə xərcləyirlər. Məsələn, bahalı bir telefon almaq. O telefonun onsuz da bilirik ki, maksimum müddəti 3-dür, 4-dür, maksimum olsun 5 il onun müddəti var və 5 ildən sonra o tullantı olacaqdır. Sən ona verdiyin, tutaq ki, 3000-dir, 4000-dir. Bundan heç bir qazanc əldə eləyə bilməyəcəksən. Amma normal gəlirin varsa əgər, normal büdcəyə uyğun bir telefon alsan, onsuz da o telefonun funksiyasını sənin üçün yerinə yetirəcəkdir. Deməli, təbii ki, bundan pul qazananlar da var. Hər bahalı telefon alan sırf pasiv demək deyil. Məsələn, telefonla çəkilişlər eləyib və ondan gəlir əldə edən insanlar var. Artıq bu aktivlərdir. Amma sən göstəriş üçün gedib telefon alırsansa, artıq sən passivsən. Avtomobil biri var. Tutaq ki, çox bahalı, çox elegant görünüşlü bir avtomobil gedim alım. Bir də var mənim ayağımı yerdən kəsə biləcək olan bir avtomobilə pulumu yatıram, amma ona yatıracağım artıq pulu gedim başqa mənə gəlir gətirən bir sahəyə yatırım. Bunlar bahalı geyimlərdir, brend geyimlərdir. Hamısı insanlardan pul qoparan şeylərdir və insanlara pul gətirmir əlavə. Belə, bu qədər.